Kiçik icmalar və yeni başlayan təşəbbüslər üçün güclü brend qurmağın ilk 3 addımı nələrdir? İlk öncə icma müəyyənləşdirməlidir ki, kimə xitab eləyir, hədəf auditoriyası kimdir və hədəf auditoriyanı tam müəyyənləşdirdikdən sonra ikinci addım olaraq müəyyənləşdirməlidir ki, bu hədəf auditoriyanın yadında necə qalmaq istəyir, nə ilə assosiasiya olunmaq istəyir, bir şirkət olaraq, icma olaraq, qrup olaraq necə yadda qalmaq istəyir. Üçüncü mərhələ isə bu insanlarla düzgün qurulan kommunikasiyadır. Diqqətli olmaq, hər şeyi nəzərə almaq və insanlara lazımı mesajı çatdırmaq lazımdır. Nümunə üzərindən deyə bilərik ki, şərti olaraq hər hansı bir icma tutaq ki, qadınları hədəfləyir və qadınların sahibkarlıqla bağlı dəstək olur. Bu icma başlayanda hədəf qrupu müəyyənləşdirməlidir, hansı qadınlara nə kimi dəstək olurlar və bunu düzgün formada o qadınlara çatdırmalıdırlar. Aralarındakı ünsiyyət, aralarındakı əlaqə tam dayanıqlı formada olmalıdır ki, bu brendinq formalaşsın. Brendinqdə edilən ən böyük səhvlər hansılardır və icma təşəbbüsləri bundan necə qaça bilərlər? İcma təşəbbüslərinin ən çox brendinq istiqamətində etdiyi səhvlər düzgün hədəf müəyyənləşdirməməkdir və sadəcə kommunikasiyanı strategiya olmadan, sondakı bir hədəf olmadan davam elətdirməkdir. Yəni tövsiyəm odur ki, ilk işə başlayanda hansı istiqamət üzrə markalaşmaq, brendləşmək istəyirlərsə, brendinq qurmaq istəyirlərsə, onu müəyyənləşdirib bütün strategiyanı onun üzərindən qursunlar. Bu zaman artıq daha uğurlu bir icma, daha uğurlu bir brendləşmiş icma biz görə bilərik.